Salam əziz abituriyentlər. Bu videomuzda sizə Axios X funksiyasının törəməsinin 1 bölünsün kök altında 1 minus x kvadratı olduğunu isbatını verəcəm. Xüsusilə birinci qrup abituriyentlər daha diqqətli olsunlar. Bildiyiniz kimi 11-ci siniflərin blok imtahanında birinci qruplar üzrə təqdim olunmuş 30 dənə riyaziyyat sualının bir dənəsi məhz isbat sualıdır. Deməli, biz y bərabərdir a sinus x funksiyasının törəməsinə baxırıq. Əvvəlcə bu funksiyanın hər tərəfini sinus duyuruq. Yazırıq, sinus y bərabərdir sinus a sinus x. Bildiyiniz kimi, əgər x mənfi 1 müsbət 1 parçasına daxildirsə, bu zaman sinus arsinus x funksiyasının qiyməti x-ə bərabər. Yəni sinusla arsinus bir-birinin tərsidir. Bunlar bir-birini ixtisar edir. Qalır sinus y bərabərdir x. Hər tərəfini törəmələsək, sinus y-in törəməsi bərabərdir x-in törəməsinə. Buradan mürəkkəb funksiyanın törəməsinin tapılması qaydasına görə sinus y-in törəməsi olur deməli kosinus y vurulsun daxilin törəməsi, y-in törəməsi bərabərdir x-in törəməsinə, yəni 1-ə. Buradansa alırıq y-in törəməsi bərabərdir 1 bölünsün kosinus y. Y arsinus x-ə bərabər olduğunu nəzərə alsaq, burada yazsaq 1 bölünsün kosinus art sinus y. Arsinus x bərabərdir. Trigonometriya mövzusundan kosinus arsinus x funksiyasının, yəni ifadəsinin qiymətinin kök altında 1 minus x kvadratı olduğunu bilirik. Ancaq burada bunun necə çıxarıldığını göstərirəm mən sizə. Arsinus x-ə bir alfa desək, arsinus x bərabərdir alfaya. Hər tərəfini sinus tasaq. Sinus arsinus x nəyə bərabər? X bərabərdir sinus alfaya. Yəni alfa bucağının sinus x-ə bərabər. Bildiyimiz kimi düzbucaqlı üçbucaqda alfa bucağının, yəni alfa iti bucağının qarşısına duran katetin hipotenuza olan nisbətini sinus deyilir. Bu x-in birə nisbəti olduğuna görə sinus alfa qarşıdakı katet x-dir, hipotenuz da 1-dir. Alfanın qarşıdakı katet 1, hipotenuza alfanın qarşıdakı katete x hipotenuza 1 desək, Pifagor teoremindən digər katetin 1 çıxılsın x kvadratı olduğunu alırıq. Bizə isə həmin bu alfa bucağının kosinusu lazım olduğuna görə kosinusda iti bucağı bitişik katetin hipotenuza nisbəti olduğuna görə buradan alınır 1 bölünsün kosinus alfa. Kosinus alfamızda kök altında 1 çıxı x kvadratının 1-ə nisbətidir. Yəni 1 çıxılsın x kvadratına bərabər olur.